Salam əziz tamaşaçılar, Magen David qrupunun təşkilatçılığı ilə Monitoring TV-də bizim qonaq verilişində sizləri mən Nura Andronova salamlayıram. Bugünkü qonağım ifalarını sevdiyim, yaxın rəfiqəm deyəcəm, çünki Rasimə xanımı illərdir tanıyıram və mahnılarını sevə-sevə dinləyirəm. Rasimə Seyidcahan, xoş gördük sizi. Xoş gününüzə gələk, təşəkkür edirəm. Necəsiniz, həmişəki kimi geyiminiz, saç düzümünüz fərqli? Təşəkkür edirəm, çox sağ olun. Çox yaxşıyam, çox gözəl bir gündür. Gözəl bir gündə görüşmüşük. Atmosfer gözəl, siz gözəldir, aləm gözəl, həyat gözəl. Şükür Allaha. Rasimə xanım, istərdim ki, bax, çox gözəl səsiniz var. Mahnıları ürəklə, ruhla oxuyursunuz. Mahnını oxumaq üçün, çatdırmaq üçün gərək ora ruhu qoyasan, onu hiss eləyəsən. Onu əgər ifaçı hiss edib oxumasa, onu tamaşaçı mahnını, necə deyim, hiss edə bilməz. Bu cür böyük ürəyiniz var. Bu nədəndir? Bunun qaynağını mənə deyəsiniz. Təşəkkür edirəm, çox sağ olun. Əlbəttə ki, hər bir şeyin ürəyi olduğu kimi səsində ürəyi mütləqdir, vacibdir. Əslində belə mən belə uşaqlıqdan belə bir çəkingənliyim olub, qorxan tərəfim olub və hələ o qədər də tam sərbəstliklə onu verə bilmirəm. Bəzi sıxıntılar qalır da insanda, nə qədər də olsa. Amma şükür Allaha, mənim müəlliməm deyirdi ki, istedad mən elə bilirdim ki, əvvəl elə insanlar birdən belə olur, əlbəttə ki, fitri istedad olur, amma Bülbülün direktor Nigar xanım da zamanında demişdi ki, istedad 10%, amma çalışmaq 90% olmalıdır. Çalışırsan, işləyirsən istedadla, nə bilim, bilik, hikmət, praktika, bunlar üst-üstə gələndə nəsə alındıra bilirsən. Tanrı çox gözəl yaradıb, deyir, insanı özünə bənzər yaradıb Tanrı. Yəni, insan hər şeyə qadirdir, onu istəsin, sənətini sevsin, hər kəsdə səs var. Şükür, Azərbaycan xalqı o qədər baxırsan ki, hər zaman başqa ölkələrdə olanda deyirlər ki, sizdə yenə eləmi bütün uşaqlar musiqiyə gedir, piano var evlərdə, çünki bizdə bilirsiniz də, elə bir ev yoxdur ki, orada piano olmasın, orada musiqiyə getməsin, övladlarımız musiqi ilə məşğul olmasın, hansısa bir alətdə ifa etməsin. Yəni, bizim bu xalqımız bu ilə zəngindir. Yəni, bu artıq bizim doğulduğumuz gündən bizə verilən bir Tanrının bir vergisidir və açılan bir qapısıdır. Bugün Rasimə xanım, qarşınızda iki yol var. Biri enli, geniş, biri də dar. Sənətdə uğur əldə etmək üçün hansı yolla gedərdiniz? Enli yolu seçərdiniz, yoxsa dar, çətin yolu? Bilirsiniz, o seçimi düzdür. Əlbəttə ki, Allahın insana ilk verdiyi elə bir ənam sərbəst seçim olub. Çox vaxt insanlar deyirlər ki, Allah bilir ki, belə olacaq, niyə belə edir, niyə bu hadisələr baş verir, müharibələr, ölüm falan. Yenə, amma baxsaq tarixi kitabları oxusaq, Allahın göndərdiyi kitabları oxusaq, görərik ki, Allahın insana verdiyi ilk hədiyyə sərbəst seçim olub. Maalesef bəzi insan əlbəttə ki, yaxşı seçimlər də edib, zaman-zaman, amma yanlış seçim etməyə meyillidir də. Bəlkə insanlar sənətdə bilirsən, istəyirlər ki, o geniş yolu özlərinə atırlar ki, hər şeyi birdən olsun. Amma dar yolla gedən insan əziyyəti ilə, o sənətin qiymətini bilir, dəyərini bilir, oxuduğu mahnının o çətinliklə əldə edir və o daha da görürsən ki, o dar yolunu geniş yola çıxarır. Düzdür. Əlbəttə ki, mən asan yol istəyərdim olsun. Çox vaxt fikirləşirəm ki, yaxı niyə də belə hər şey çətinliklə alınır. Amma indi belədir də, sənət, Əhməd Orucu deyir ki, bu sənət çox qısqanc sənətdir. Bunu qoyub gedəndə o küsür də, təzən yenə başlamaq, bir işi reysə salırsan, onu gərək davamını gətirəsən də. Küsməkdən danışdım, bugün Rasimə Seyidcahan nədən küsə bilər? Nə küstürə bilər Rasimə xanımı həyatda? Nə deyim, valla, şükür Allaha, Allah bizi öz pənahında saxlayır, Allah küstürməsin. Küsmək də insan qəlbidir də, yəni bizim də qəlbimiz, Allah özü bilir, həssasdır. Küsəm də çox küsülürük, o yaxşı şeydir, yaxşı bir şey deyil. Heç bir kəs üçün yaxşı bir şey deyil.
Çox küslü qalmaq istəmirəm. Şükür Allaha ki, küslülüyüm yoxdur. Qəlb qırıqlığı olur. Yəni o da sevdiklərindən olur da insan. Belə bir söz var ki, hər zaman deyir ki, düşməni də çöldə axtarma. Düşmən həmişə ev içində olur da, belə bir söz var deyir. İnsan həmişə deyir, çox vaxt yaxınlarından udar alır, yaxınların tərəfindən sınağa çəkilir. Bəlkə də yaxınları istəyir ki, onun yaxşılığına doğru deyilir bu söz, o başqa. Amma mən inanmazdım, çünki sizin çox gözəl bacınız var. Bizim salamlayıram Respublikamızın əməkdar artisti Elza xanım, bizim gözəl bəstəkarımız, gözəl ifaçımız. Onun mahnıları unudulmaz bir əsərləri var. Mən ona hər zaman Elza xanımı üzrə də deyirəm, çox sevirəm Elza xanımı. Sizin elə bir şansınız da var ki, o cür istedadlı bir bacınız var. Hər zaman sizə dəstəkdir, dayaqdır. Amma mən bunu da deyəcəm ki, elə Rasimə xanımın da çox gözəl ifası var, sənəti var. Möhrünü, necə deyim, elə mahnılar var ki, oxuyursan, möhrünü qoya bilmirsən. Amma bayaq mən dinləmişəm, sizin mahnınızı elə yayımlandıracağım. Arzu Feykan'ın çox gözəl mahnısını ifa edirsiniz. Orada bir Rasimə boğazı var. Rasimə xanımın çalarları var. O musiqi də bir rəsm əsərinə, tabloya bənzəyir də. Rəssam necə öz rəngləri ilə bir tablo yaradır və insanlar saatlarla onun qarşısında durur. Musiqi də elədir, insanı saxladır. Kimler geldi, kimler geçti. Bilmem ki bu akşam sen de bir hoş musun? İçmeden hatıralardan sarhoş musun? Ellerin sanki bak hala ellerimde yanıyor. Duyuyor musun? Dostlar seni söylüyor. Sahi mutsuz musun? Bu yolda dönüş yok. Sen bilmiyor musun? Her şey gönlünce olmaz demiştim sana. Kaderden kaçılmaz görüyorsun. Kimler geldi, sorma sakın kimler geçti, hiçbirisi hasretini gidermedi en güzeli. Senin kadar sevilmedi. Kimler geldi, kimler geçti. Senin kadar sevilmedi. Kimler geldi, kimler geçti. Korkma bu akşam gelip çalmam kapını. Başkası paylaşıyor alın yazını. Ben sensiz yaşıyorum yasak aşkını. Bak söylüyorum şarkını. Kimler geldi, sorma sakın kimler geçti, hiçbirisi hasretini gidermedi en güzeli. Senin kadar sevilmedi. Kimler geldi, kimler geçti.
Kimler geldi sorma sakın, kimler geçti hiçbirisi hasretini gidermedi en güzeli. Senin kadar sevilmedi, kimler geldi kimler geçti. La la geldi, kimler geçti hiçbirisi senin kadar sevilmedi. Kimler geldi, kimler geçti. İnanırsınız, bəzən elə bir yaxşı mahnı eşidirsən, yolda maşın keçir, az qal qaçıram ki, o maşını saxlayayım, mahnının axırına kimi qulaq asım. Çünki mahnı odur, musiqi odur. Bugün elə mahnılar var, Raisimə xanım, sizcə? Var elə mahnılar, bəstəkarlar təqdim edirlərmi? Elə mahnıları istəyən varmı? Yox, bayaqlar siz dediniz ki, Azərbaycan istedadlar ölkəsidir də. Elə bir ki, mən çox deyirəm ki, Azərbaycanda daş atırsan, gedir dəyir istedada. Amma o istedadı elə bir çıxartmaq, onu işıqlandırmaq, onu həqiqi istedadları da hökmən lazımdır. Onlara kömək eləmək. Bizim ölkəmizdə də o zaman olub. Hətta bizim o musiqili komediya teatrı var, onu Tağıyevin teatrı deyiblər. Yəni Tağıyev onu tikib, ərsəyə gətirib. Hətta deyir ki, mən heç özüm üçün yox, görürüm ki, siz necə sənət eşqinə yanırsınız. Ona görə mən istəyirəm ki, bu teatr olsun, filmdir. Orada sonra bizim, Allah bizə gözəl dahi sənətkarlar bəxş edib və onların qoyduğu o fundament, o yolu biz bizim şərəflə onu davam elətdirməli. Var, istedadlardan xali deyil. Çünki Allah daim yaradandır. Amma bayaq da dediniz ki, onları düzgün yönətmək lazımdır. Bəli. Yəni ki, bizim dövrümüzdə Azərbaycan dövlət televiziyası var idi və orada senzura var idi, bilirsiniz ki, mahnıları senzuradan keçirdi, bəstəkar mahnılardır. Xalq mahnılarımız da səsləndirilirdi. Elə xalq artistlərinin ifasında əməkdar artistləri bizə təqdim edirdi. Yəni, biz baxırdıq və onlardan elə bir ördək götürürdük. Bugün şükür Allaha, televiziyalar çoxdur, internet kanalları var, sosial şəbəkələr var. Amma onlara baxanda, nəzər salonda görürsünüz ki, yeni çıxan ifaçılar var, hansı ki mahnılar var da, əvvəl bayağı deyilirdi, bayağı mahnılar, o xalq mahnıları var, bəli toy mahnılarını deyirdi. O mahnıların sözləri də maraqlıdır, onları biz dinləyirdik. Bilirəm ki, hər mahnının öz yeri var. Bunlar dövlət konsertləri var, bir də var ki, toy, el şənliyində dövlət konsertində oxuyan mahnılarla biz rəqs edə bilməzdik ki, o mahnılar bizə lazım idi, gərək idi. Amma indi elə mahnılar var ki, Raisimə xanım, musiqisini anlamırsan, sözlərini başa düşmürsən, amma elə bil ki, insanları çəkir maqnit kimi. Bu savadsızlıqdan gəlir, yoxsa mən bunu anlamıram da, bu nədəndir ki, bu insanları maqnit kimi o mahnılar çəkir? Və hər kəs onu oxuyur, uşaqlar, mən görürəm də həyətimizdə uşaqlar o mahnıları oxuyurlar, ifa edirlər, biz də uşaq vaxtı mahnı oxuyurduq. Belə bir söz var, deyir ki, şişirdir, pələkdir, ona ot verərsən, yeyər ya ət verərsən, yeyər. Bu elə bir ki, qida kimidir də, bunu belə bilirsiniz, mən istəmirəm yenə də verilişi, sözümüzü, söhbətimizi onlara həsr edək. Yox, onlardan danışmayacaq. Yox, bilirəm, başa düşürəm nə demək istəyirsiniz. Çünki hansı verilişə gedirik, bir də görürsən, danışa, bir də görürsən ki, verilişin çoxsu onlara həsr olub, hər kəs hər şeyi çox gözəl bilir. Bilirlər onları niyə çıxardırlar, kimlər tərəfindən onlar gəlir, kimlər tərəfindən onlar maliyyələşdirilir. Azərbaycanın əsrlər boyu daxili və xarici düşmənləri olub. Kimisi
cəhalət tərəfindən, kimisi nə bilim bilərəkdən. Bu yəni ki, bu musiqi, mədəniyyət, teatr bu Azərbaycanın milli sərvətidir. Niyə bizim belə mötəbər qonaqlarımız gələndə həmən musiqiçiləri çıxardırlar səhnəyə. Bu elə qədim zamandan oldu. Davud Peyğəmbər hətta savaşlara belə gedəndə öndə musiqiçiləri düzülmüş. Onun məbədində 7-24 saat musiqi, həm nəğmələri. Ət sandığını aparanda belə Davud oxuya-oxuya gedib zəburlarını. Bəli, həm nəğmələri oxub Süleyman Peyğəmbər, bunlar nə zəburlar, nə mahnılar, nə alətlər yazıblar. Mən məsəl üçün elə o bayağı da demirəm onlara, biraz miskin ruhlu insanlar deyirəm ki, insanın ruhu gör nə qədər kasıb, nə qədər miskindir ki, o duymur bu gözəl mahnıları, elə bir ki, ilahiyə çevirir o mahnıları. Qulaq asırsan, məsəl üçün deyirəm ki, bəlkə məndədirsə bir mahnı olar, 2 mahnı, 3 mahnı. Yoxdur burada milli alətdən istifadə eləmirlər onlar. Elə bil ki, milli alətin düşmənidirlər bunlar. Hansı ki, onu Habil Əliyev kamançanı ermənilərin əlindən tutub alıb da, yəni o özü ermənilər deyirlər kamança bizim alətimizdir. Budur Mikail Müşfiq, Oxutar, onun Səhid Rüstəmov necə yazıb bu yaxınlarda Elza xanımla mən də o şərəf nəsib oldu. Biz Müşfiqin ev muzeyinə o pianino və tar apardı. Bir də Oxutar mahnısına müraciət etdi. Orada nə gözəlliklər, Nəsilə Flora Kərimova xanım onu necə oxuyur, ay Allah, nə əzinliklə, nə incəliklə, belə bir zəngin musiqini əgər onlar duymurlarsa, demək onların musiqidən yəni yoxdur da anlayışı. Əlbəttə ki, xalqımızın övladıdırlar, qazansınlar, amma ki bir insan böyüyər də, bir insan inkişaf edər. Bir gülü əkirsən belə, gözləyirsən birinci onun çubuğu, sonra ləçəkləri, yarpaqları inkişaf gedir. Bir uşaq sən dünyaya gedirsən, gözləyirsən həsrətlə ki, yəni ki, bu günü-gündən inkişaf eləsin. Amma siz 1 il olar, 2 il olar, insan nə qədər miskin olsun, nə qədər bu musiqidən bixəbər olsun ki, aylarla, illərlə, əsrlərlə hələ bir gəlib düşəsən, axı yoxdur o. Bilirsiniz, musiqi, bilik, savad, mədəniyyət o bir yerdə paket şəklində olmalıdır. Yoxsa mən trenddəyəm, filan kəs nə bilim nədədir, anlayışları, dünya görüşləri o dərəcədədir. Onu da bu xalqa belə təbliğ, təqid kimlər eləyir? Mən qınayıram, şiddətlə qınayıram. O xalqımızı da, yəni ki, kimlər ki onu təbliğ eləyir, kimlər ki onu yüksək səviyyə edir. Bir də görsən, gəlsən, toyda elə tədbirdə, elə gözəl mahnılar ifa edirsən. Bir də gəlir, bir də o mahnı elə bir ki, tərtəmiz bir yeri, bir çirkab atırlar ki, deyir, 6 dənə yumurtanı sal, pişirmək, bir dənə lax yumurta onun içine atsan, altısını gərək atasan. Onu ancaq düşmən eləyə bilər də. Bu, elə bir ki, musiqinin düşməni, bunu bəstəkarlar tapşırıblar. Peyğəmbər kimi onlarda uzaq görənlik də olub ki, bax, zaman gələcək belə bir, yəni parazitdimi, nə bilim, bu yaxınlarda mənim telefonuma virus düşmüşdü. Hər yerdən bir proqrama baxa bilmirdim. Hər yerdən belə çıxırdı. O da virus. Buradan basırsan, oradan çıxırlar. Oradan basırsan, oradan çıxırlar. Televiziya açırsan, elə göbələk kimi pırt çıxırlar. Adalam, daha məlumdur da. Bu elə bir mövzudur ki, bunun şərhə ehtiyacı yoxdur. Bunu müzakirəyə qoymaq özü bir cahillikdir, savadsızlıqdır, nə bilim, nə bilim adı olmayan bir şeydir. Elə bil ki, biz onlardan çox danışırıqsa, söhbət edir, onlar daha da çox alırlar. Elə bil ki... Yox, özləri belə danışdırırlar ki, bunları belə etsinlər. Amma bu insanlar haralara inkişaf edirlər. Məsəl üçün, qoy bizim baxsınlar, mən bir British Got Talent, İngiltərənin səsi, Amerikanın səsi, 10-13 yaşında uşaqlar necə performanslar göstərirlər. Heç özləri birdən sakit uşaq belə həlim, elə bizə mələkdir. Səs gəlir ki, uşaqdan. Bir ayaq-yalın, bir performans, bir ritim. Deyirsən ki, sən bunu hardan öyrənirsən? Hardan qaynaqlanır? Mən YouTube-a baxmışam. Bunu belə bir ki, körpədir, amma bunda böyük səs var, bir barxıtlı səs var. İndi mən zaman-zaman çağırırlar, Arbeyə gedirəm münsif kimi. Görürüm, 30 neçə yaşına çatıb, 29 nə bilim yaşına çatıb. 2 sətir mahnının kantını doğru düzgün oxuya bilmir, haralarsa gedib dəyişdirib. Tələffüzü, diksiyası, artikulyasiyası
nə bilim küyə cıdırlar, belə insanın adını düzgün deyə bilmirlər. Neçə hərfləri. Çünki hərflər və musiqi bunlar Qəhdətdir. bunun произношение deyir rus dilində. Bunun Tələffüzün düzgün, hətta bizim konservatoriyada məsəl üçün oxumamışdan qabaq biz ona raspevka məşq deyir də. Onun r mahanda çox vacib bir hərflərdən biridir də. Onu bizə bunları elətdirirlər ki, biz r-nı, biz hərfləri düzgün tələffüz edə bilək. Polad Bülbüloğlu'nun onun bizim neçə dövrün canlı əfsanəsidir. Və xoşbəxtdir ki, bu yaşına qədər o indi də konsertlər, yüksək səviyyədə konsert verir. Onun mahnılarının aranjmanı elə bir necə bu nəfəsli alətlərdən istifadə edib, skripkalardan, mahnıda keçid, dalıcan belə atkloneniyalar, xalq mahnıları necə onu qulaq asmırlar, oynamırlar, eləmirlər. O da xalq bunu istəyir. Sən xalqın da belə musiqi var ki, insanın beyni inkişaf edir də. Elə bir beyində elə bir hissə var ki, onu musiqi kimi heç kəs heç bir şey inkişaf elətdirə bilməz. Can I say thanks for the things you have done for me? Things so undeserved, yet you give to prove your love for me. The voices of a million angels could not express my gratitude. All that I am and ever hope to be, I owe it all to thee.
viruslu mahnılar var ha, onlar əslində kütləşdirir beyni. Sözləri də güya sevgidən oxuyurlar. Sevginin də ucuzluğu, hər şey belə ucuz forması da, çox ucuz forması. O bizim dahilərimizin ruhunu inlədən, sızladan bir, necə deyim, aybımızdır da bizim, günahımızdır. Bir müddət bilirəm ki, xaricdə yaşamısınız siz, Azərbaycandan Qıraqdalı aldınız. Bilirəm, orada da siz durulasınız, orada da bizim mahnılarımızı tanıtmışsınız, ifalarınızı təqdim etmişsiniz. Bax, orada gənclər var idi, musiqiyə müraciət edən, yəqin ki, Azərbaycan musiqisi ilə maraqlanan. Mən inanıram ki, Rasimə xanım orada bizim o musiqimizin çalarlarını, muamımızdan da danışmışsınız. Çünki konservatoriya təhsilli bir ifaçısınız. Yəni deyirəm ki, musiqinin dərinliklərini bilən, onun hansını ağı qaradan seçən Rasimə xanım. Orada da Rasimə xanımın yəni bir tələbəsi mi deyim, bir musiqimizdən bir söz açdığı bir şəxs olub bu. Mən həmişə bunu maraqlanırım və bir sual verim. Mütləq surətdə, mütləq şəkildə mən çox təşəkkür edirəm, şükür edirəm Allaha ki, Allah bu yəni səsi az çox da lap dərindən, çox dərinliklərini bilim, o qədər də deyil. Amma ki, bu yaxınlarda bir proqram vardı, Elza xanım da orada iştirak etdim. Mən məhtər qalmışam. Niyə gedirəm Virginiyada? Nə bilim, bəlli olmayan güya ki, Avropa musiqisidir, səslənir. Yəni, mən Amerikada oxuyanda elə orada bir Avropalı rəssam var idi. Dedi, Avropalılar artıq beziblər bu eyni tərz, Avropa sayağı musiqilərdən də. Onlar fərqli bir şey eşitmək istəyirlər. Mən oxuyanda orada nəinki heyran, ağlayırlar. Peki, elə bir şeydir, bu necə musiqidir, düzmə, söz başa düşmədi sözlərində, Azərbaycan dilində mən oxudum. Amma çox adama təsir edir. Elə bilir ki, göylər açılıb, elə yaxın olub ki, göylər, səmalara biz toxuna bilərik. Mən belə çox alqışla, heyrətamiz və heyranlıqla qarşılayırlar. Onlar sözləri başa düşməsə də, musiqinin elə bir güclü qüvvəsi var ki, o deyir, türklərim deyir, biz olduq. Musiqinin dili yoxdur, toxunur bizim musiqimiz. O boyda şans verilir. Nə bilim, mən yəni orada qeyri-adi bir şey görmürəm. Adi mahnılar və ya nə bilim, bizim zəfər qazandığımız bir dövrdə Mataxara, sən araşdırdıq ki, bir cəsus bir qadın olub. O hardan gəlir? Mən bax, sualı orada gətirirdim ki, çünki bu, bilir ki, yaxınlarda... Yəni, qızımız gözəldir, ifası belə... Başqa bir mahnı seçimi olsa, bu Eurovision'a artıq neçənci dəfədir ki, bizdə artıq onluğa da düşmürük. Yəni, o gün onu elə mən Instagramda, xəbər saytında oxudum, deyir, bu mahnının düz seçimi, nə düz seçmirlər, performans, yəni alətlər, ya da ki, bizə qarşı deyir, bu nəsə bir qısqanclıqdır. Yox, göz qabağı, nə qısqanclığı olacaq? Amma orada nə qısqanclığı deyir və deyir ki, dünyada yaşayan Azərbaycanlılar səs vermirlər. Yəni, bu ciddi yanaşmırlar bu layihəyə. Əgər dünyada yaşayan Azərbaycanlılardan yox, əgər bir xarici vətəndaş, əgər o mahnı ona toxunursa, o səs verəcək, baxmayaraq o Azərbaycan. Çünki mahnının sərhəddi yoxdur, mahnının milləti yoxdur. Mahnı bütün sərhədləri aşıb gedir. Əgər o mahnı düzgün seçilibsə, düzgün təqdim olunursa. Əlbəttə ki, mən izləyəndə görürəm, belə qulaq asanda elə içindən baxar, deyirsən ki, bu mahnı, bu performans ya o momentdə mən inanıram ki, yox, görürəm ki, düzgün seçmə eləyiblər. Elə deyir ki, bu yaxşı oxuyub, buna veriblər. Yəni ki, neçə ildir zəif gedirlər də. Burada nə siyasi bir problem olacaq ki, yəni musiqi duyanlar zaten bilir. Bu sizə təklif olunsa, gedərdinizmi? Gedərdim, niyə getmirəm? Şərəflə gedərdim. Çünki sizin o səs diapazonunuz var, sizin vokalınız var. Səs diapazonu şükür Allah, məni bunu deyiblər bir neçə dəfə. Fəxriyə xanım da neçə il bundan qabaq hələ bir hardasa bir müsabiqə var idi Azərbaycanda. Dedi, bunu nəcə Eurovideniya İngilis dilində təmiz danışırsınız. İngilisində də istər danışır. Yəni, dünya görüşü tərəfdən də çox gözəl şərəflə təmsil edərdim. Mən özüm müraciət etməmişəm, amma ki, gərək... Bugün Rasimə xanım nədən motivasiya alır? Mən çox şeydən motivasiya alıram. Allahın bəxş etdiyi həyatdan motivasiya alıram. O qədər gözəlliklər Allah bəxş edir ki, mən çox şadam ki, Allah yəni ki, bu naşükürlüyü məndən götürüb, Allah insanın daxili gözlərini açanda sən o gözəllikləri görürsən. Mən çox, bizə deyilə ki, qadının yaşını soruşmazlar, amma mən deyirəm ki, niyə ki, bu
bu yaşa gəlib çatmağımız elə biz Allahın lütfüdür. Allah bu yaşa gətirib çatıb da ki, yaşımı niyə azaldı? Məsəl üçün mən deyim, sinif yoldaşlarım, mən Sumqayıtda məktəbə getmişəm. Sinif yoldaşlarım, belə bir 8-ci sinifdən çıxıb getmişəm, müxtəlif ölkələrdə yaşamışam da. Uşaqlar da 8-ci sinif o tərzdə yadımda qalmır. Sonra nə gözəl bu WhatsApp-ın belə bir gözəl xüsusiyyəti də var. Uşaqlar tapdılar. Qrup yaratmışsınız. Əvvəl fikirləşiblər ki, mən qoşulmaram, eləmərəm, nə bilim, onların fikrindən də tanınmışam, birdən deyərəm ki, yox da, vaxtım yoxdur, salam, sağ ol. Amma çox şadım ki, bizim belə qrupumuz var. Hər səhər bir-birimizi biz salamlayırıq, şükranı dualarla ki, bu Allah bizə motivasiya verir, uşaqlığınız. Bəli, zaman-zaman biz yığışırıq, bizim rayondakı bölgələrimizə gedirik, qrup şəklində. Bizim oğlanlarımız bizi çox belə şahzadələr kimi bizə xidmət edirlər. Özləri bizə kabab çəkirlər, nə bilim, buğlama, nə bilim, qız gəlirlər, cürbəcür yeməklər təbiətin qoynunda. Orada biz o qədər gülürük, sevinirik, çayın şırıltısında gəzirik. O deyir, sev birimizi, birimizi, birimizi. Elə bir ki, gözəl ünsiyyət özü gözəl bir terapiyadır da. Bir-birimizdən kəm alırıq. Hətta bəzi qızlar deyir ki, keçən dəfə bir rayona getmişdim. Ay Allah, evə çatanaca elə yoruldum mən. Bütün başım, ayaqlarım, hər yer ağrıdırdı. Amma belə gedib gəlirik, deyir, heç bilmirik ki, nə vaxt getdik, gəldik. Elə gəlib onun təəssüratı ilə də yaşayırıq. Sonra uşaqlar təşkil edirlər. Çox hörmətlə, ehtiramla. Mənim sinif yoldaşlarım böyüyüblər, oğlanlar gözəl ailə başçıları olublar, gözəl-gözəl övladlar yetişdiriblər. Bu müharibə vaxtında, dövründə onlar getdilər. Mən də onların toylarında ifa edirəm, tez-tez nəvələri var onların. Yəni ki, belə... Eyni şeyi inanırsınız, mən də yaşayıram. Deməli, bizim də sinifimizin qrupu var. Mən də qalxda bitirmişəm də məktəbi. Onlar qrup açanda, onlar da inanırsınız, o qədər maraqlıdır. İşdən yorğun gedirik. Siz də səhnə alırsınız, verilişlərdə olursunuz, tədbirlərdə iştirak edirsiniz. Elə bir o qrup bizə motivasiya verir. Bizim uşaqlığımız ruhunu oyadır. Uşaqlar deyirlər ki, elə bir biz uşaqlığımıza qayıdırıq. Onlara elə bir o məktəb uşaqları ilə danışanda bir anlıq biz məktəb partası altında arxasında oluruq. Elə bilirik ki, məktəbliyik. O anları yaşayır. O da insana motivasiya verir. Siz gözəl insanları görürük. Məsəl üçün, yaradıcı insanlar, yaradıcı işdən motivasiya alıram. Sonra ana, bacılarım, bizim gözəl qohumlar Allah verib bizə, mənim xalalarım, dayılarım, onların balaları, Elza xanımın nəvələri olub, ay Allah, onlar bir körpə. Necə Allahdan belə ilahi bir hədiyyədirlər ki, onlar bir də deyim ki, çox mehribansız. Yəni, istəmirəm ad çəkim. Hətta Türkiyə şou biznesində də bacılar var da, səhnədə olan bacılar var, tanınmış, yəni belə, hamının tanındığı, yəni aralarında söz-söhbət, indiyə kimi danışmayan, hələ Türkiyə şou biznesində, Azərbaycanda da olub ki, bacılar ikisi də ifaçı olub. Görüm, onları belə yan-yana görməmişəm. Bir gül yanaq, gül yaz bacıları ki, hər zaman bir yerdədir. Bir də ki, Elza xanımla Rasimə xanım çox belə bağlısınız bir-birimizə. Bu mənə gəlir ki, evdən verilən tərbiyədən, ananın verdiyi övladlara o tərbiyədən ki, yəni ailə bir olmalıdır. Çünki hər şey ailədən başlayır. Hər bir uşaq ailədən formalaşır. Ailədən formalaşır, məktəbə doğru. Məktəbdən təhsil ocaqlarına. Kök ailədən gəlir. Düzgün tərbiyə. Düzgün qapıdan çıxanda evin, o ailə düzgün bir qapıdır. O qapıdan çıxsa sən yolunu tap, düzgün nizamlayacaqsan. Vay o gündən ki, ailə səni düzgün qapıdan yox, başqa qapıdan çıxarsa, sən yolu tapmayacaqsan. Sən çox yollar gedəcəksən, amma həyat yolu tapmayacaqsan. Bugün Rasimə xanım çox önəmlidir. Anamızın əllərindən öpürəm. Çox sevirəm o xanımı. Yəni, onu da, çox gözəl bir ailəniz var. Özünüz də, sizin də ananızı salamlayıram. Öpürəm necə ki, sənin bir sözün var, mən indi də anamdan qorxuram. İndi də hər şey onu deyir ki, mən indi də zəng eləyəndə telefonu götürürüm ki, görəsən mən nəyi sərf eləmişəm. O qorxu qalıb, o sevgidən doğan qorxudur. Bəli, hörmət, sevgi, yəni ki, anamın o qoyduğu yolu unutmayasın. Mən bu sevgi, bu bağlar bizə mənim indi neçə nəsil tanıyırsan, mənim Səmərux nənəm, o da bacılarına, bacısı övladlarım, ümumiyyətlə elə obaya çox bağlı idi, hörmət saxlayan idi, qonaq-qaraya,
əli verimli hədiyyə qonum qonşuya çox hörmətlə Onu saxlayan idi. bilirsiniz də, mən sizin yaşadığınız Sonra həyatı mənim mamağın anam- bütün qonşulara evdə yemək pişirəndə, bütün qonşulara bayramda piraşki, evində nə pişirərdi, həmişə qonşulara onu paylaşardı. Yəni belə gözəl ürəyi var. Belə xanımın da belə gözəl Anadan qızları da var. yəni bizə keçir, amma ki bu da təbii hallarda insan həyatı biz tarix boyu baxsaq olur, inciklik olur. Yəni mən həmişə deyirəm ki, insanın türlü halları var da, inciyən vaxtı olur, küsən vaxtı olur, nə bilim, amma ki bunu uzun uzatmağın mənası yoxdur. Yəni inciklik yerim var. Əgər o insan sənin üçün vacibdirsə, sən onu çağır. Lap bir çay süfrəsinə çağır, bir yemək süfrəsinə çağır. Qoy o danışsın. İcazə ver o insan danışsın. Dinləməlisən. Sən dinlə onu. Qoy o öz incikliyini töksün. Bəli. Dedi, əgər sənin üçün vacibdir, sən də bəlkə yanlış anlayıb, sən ona aydınlıq gətir. Ya anlamayıbsa, deyirəm, bağışda ki, mən sənin xətrivə demişəm. Çünki bu mütləq şəkildə olmalıdır. Bu olmasa, o insanın ahı qalır sənin üstündə və o insanın həyatının hər bir sahəsinə təsir edir. Etdiyin yaxşılığı ona görə etməlisən ki, ondan cavab üçün yox. Sən bunu istəyirsən, bunu sənin ruhun istəyir. Bu Tanrı tərəfindən sənə verilmiş bu bir vergidir ki, sən yaxşılıq eləməlisən. Hərdən bu sualı sizə də verirlər, hərdən biz rəfiqəyə dərdləşəndə mənim bir sözüm var, həyatda bir şüarım var. O pisliyindən əl çəkmirsə, Nuraynə, sən niyə yaxşılığından əl çəkirsən? Biz bu gün yaxşılığımızı paylaşmalıyıq, sevgimizi, ruhumuzda olan gözəllikləri. Siz də bu gün gözəl mahnılarınızı paylaşırsınız bizə. Sizə can sağlığı arzu edirəm. Övladınızın hər zaman yaxşı günlərini görəsiniz. Bizdən əsirgəməyin o gözəl səsi. Keçən də bir müğənni qonağım olanda deyir, mən görsənmədim, çıxmadım efirlərə, özümə qapandım. Amma bir də başımı qaldırdım, gördüm efirlər doludur. Günahı özümdə gördüm. Biz çəkilsək meydanı buraxırıq. Biz özümüz deyir, onlara yer açırıq, yol açırıq. Bugün amma inanmıram Rasimə xanımın səsi, gözəl mahnıları hər zaman biz dinləyəcəyik. Sizə uğurlar arzu edirəm. Çox sağ olun Nurayna xanım. Siz də. Bugün bax, görürsünüz, deyir, nəzərə gözə inanmıram, sözün acığı olur. Amma üzümün qaşı Firuzədəndir. Nəsə üzüm düşdü, qaşı da düşdü. İstərdim ki, bax, monitoringdə biz bu gün izləyənlərə, gənclərə əsasən, çünki gənclər çox izləyirlər bizi. Onlara bir bu sənətlə bağlı bir mesaj verəsiniz. Amma bilirəm ki, heç vaxt siz sərt danışmırsınız. Arada sərt görünürəm, düzdür. Əvvəla mən təşəkkür edirəm Monitoring kanalına ki, belə bir kanal yaradıblar, imkan yaradıblar ki, belə işıqlansın, mavi ekran dillərdə gözəl-gözəl verişlər işıqlansın. Gənclər də öz istedadlarını burada inkişaf elətdirsinlər. Necə deyim, Anatoli müəllimə, David müəllimə, Elçin müəllimə, bütün yaradıcı qrupa, heyətə, böyüklü, kiçikli, xanım və bəylərə çox təşəkkür edirəm. Gənclərimiz çox ağıllıdırlar, çox savadlıdırlar, çox istedadlıdırlar, çox başarılıdırlar. Gənclərimiz bizim qəhrəmanlarımızdır. Onlar bu 44 günlük müharibədə onların şücaətləri bir dastan oldu bütün dünyaya. Şahid və şəhadətlik etdilər. Mən gənclərimizi çox sevirəm. Onlardan da öyrənəsi bizim çox yəni bilikli, hikmətli gözəlliklər var. Ağlın bir yaşı yoxdur da. Bəli. Yaşı yoxdur. Hərdən balacadan da biz bir şey öyrənirik. Seyran Səxavətin bu yaxınlarda mən bir sözünü, çox gözəl intervyu, necə gözəl olan istəyirəm. Bir dinləmişəm, bir də dinləmək istəyirəm. Bir insan var ki, ağsaqqal o saçdan deyil də. Uşaq var ki, 10 yaşında da görsən ki, ağsaqqaldır. Hikməti var. Adam da var ki, 80 yaşında belə o. Ona ağsaqqal demək olmaz. Demək olmaz. Ona görə öpürəm gənclərimizi, böyüklərinin deyir, əllərindən, kiçiklərinin də yanaqlarına öpürəm. Amma öyrətməli idi, bizi də öyrədiblər. Öyrənmək hər zaman gözəldir, vacibdir, zəruridir. Ona görə şükür. Mən də təşəkkür belə edirəm. Gözəl xalqımız var, sizin kimi gözəl xanım var, belə gözəl verişlər var. Biz də zaman-zaman toplaşıb dəyirmiş stol arxasında ürəyimizi boşaldıq. Yox, bir-birimizi tanıyırıq daha ki, gözəl, yaxın tanıyaq. Çünki bizim qonaqdayıq, verilişimiz adı bizim qonaqda. Həqiqətən çox maraqlı oldu.
Rasimə xanımı illərdir tanıyıram, amma bunu etiraf edirəm. Verilişimdəki ilk dəfə Rasimə xanımla tət-a-tət belə gözəl bir veriliş oldu. Dolğun suallarıma cavab aldım. Yenə sizə can sağlığı arzu edirəm. Önəmli olan can sağlığını yerimizdə olsun deyə, canımız sağ olanda bir dişimiz ağrıyanda görsən ki, bütün el hər şey yadımızdan çıxır. Bir balaca diş bütün bizim əfal ruhiyyəmizi korlayır. Mən sizə önəmli olan can sağlığı arzu edirəm. Və sonunda da deyirəm ki, indi 3 şey bagirdir. İman, ümid, məhəbbət. Qoy nə imanımız tükəlsin, nə ümidimiz dayansın. Məhəbbətimiz də insanlara, ətrafımızda olanlara hər zaman məhəbbətlə motivasiya ötürək. Çünki məhəbbət elə Tanrıdır. Tanrı sizi qorusun. Sizlərlə sağollaşıram. Bizim qonaqda gələn həftə Nura gedir, amma qonağım kim olacaq, onu bizi izləyərkən biləcəksiniz. Öpürəm sizləri. Bir durma tək, mən yoldayam.